Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı sizinlədir. Həftəmizin sonuncu buraxılışı ilə sizinlə mən 6B sinif şagirdi Əliyeva Nuray. Mövzumuz Azərbaycanın görkəmli şairləri Mirzə Ələkbər Sabir və Fikrət Sadıqovun doğum gününə təsadüf edir. Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olmuşdu. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni usullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. 20-ci əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə Molla Nəsrəddin jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb, onun ən faal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Sabirin seçilmiş əsərlərinin Hop-Hopnamə adlandırılması Hop-Hop imzası ilə əlaqədardır. Onun Fəhlə, Əkinçi, Oxutmuram əl çəkin şeirləri vaxtilə çox məşhur idi. Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün Gəl-gəl ayaz günləri, Uşaq və buz, Yalançı çoban və digər şeirlər yazmışdır. Bədii yaradıcılığına kiçik yaşlarında başlayan Sabir Seyid Əzim Şirvaninin məktəbində oxuyarkən ilk şeirlərini yazmağa başlayır. Sabirin də yaradıcılığının ana xətti sevgi və məhəbbət duyğularının tərənnümünə fokuslanmışdır. Satirik şair Sabir əsərlərinin bir çoxunda zəhmətkeşlərin müdafiəçilərindən biri olaraq xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. Bu əsərlərdə mənfi tipləri düşündürən əsas məsələ əməkçi xalqda əməyə gələn dəyişiklik, onun fəallaşıb getdikcə siyasətə daha çox qarışması, daha çox qüvvə, bacarıq əldə etməsidir. 1908-ci il aprelin 11-də Bakı Quberniya Ruhani İdarəsində imtahan verən Mirzə Ələkbər Sabir mayın 7-sində Tiflisə gedərək Qafqaz Şeyxülislam İdarəsindən ana dili və şərait müəllimi diplomu alır. Lakin o bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir. Həmin ilin sentyabr ayında Ümid məktəbini açmağa nail olur. 60-a qədər şagirdin təhsil aldığı məktəbdə dərslər yeni tədris üsulu ilə aparılırdı. Həmçinin ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumatlar verilir, Quran və şəriət dərsləri tədris edilirdi. 1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir Zənbur jurnalında, Günəş və Həqiqət qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəlik səbəbindən geriyə Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o müalicə üçün Tiflisə gedib. Dostu Cəlil Məmmədquluzadənin evində qalır. Molla Nəsrəddinin əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Həkimlər şairə cərrahiyyə əməliyyatı aparmağa təklif edirlər. Lakin o buna razı olmur və Şamaxıya qayıdır. 1911-ci il iyulun 12-sində vəfat edir. Şairin məzarı Şamaxıda 7 güşədə yerləşir. Vəfatından bir il sonra 1912-ci ildə onun şeirləri Hop-Hopnamə adı ilə çap olunur. Mirzə Ələkbər Sabirin xatirəsinin əbədiləşdirilməsinə hər zaman dövlət tərəfindən xüsusi diqqət göstərilmişdir. Bakı şəhərində şairin adına kitabxana təsis edilmiş, Bakıda və Şamaxıda Sabirin heykəli ucaldılmışdır. Sabirabad rayonu Mirzə Ələkbər Sabirin adını daşıyır. Bundan başqa, müxtəlif şəhərlərdəki küçələr, texnikum və məktəblər də onun şərəfinə adlandırılır. 1911-ci il iyulun 12-sində Mirzə Ələkbər Sabir Şamaxıda vəfat edir və 7 güşə qəbirstanlığında dəfn edilir. Keçid alırıq növbəti mövzumuza. Şair, publisist, Azərbaycanın əməkdar mədəniyyətçisi Fikrət Sadıqov 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. Kürdəmirdə orta təhsilini aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Bir müddət kinomexanik kimi çalışıb. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı gənclik nəğmələri, almanaxıda dərc etdirdiyi artist və ana əlli şeirləri ilə başlayıb. Bundan başqa Yumaq Top, Bir parça vətən oğul pyeslərinin də müəllifidir.
Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Universitetinin Azərbaycan Ədəbiyyatı Tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor, şöbə müdiri Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasında Elmi Kütləvi və Sənətli Filmlər Birliyi İdarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında Bədii Ədəbiyyatın Təbliği Bürosunun direktoru işləyib. 1986-cı ildə əməkdar igidliyə görə medalı və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub. 1975-ci ildən Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyir. Prezidentin fəxri təqaüdçüsüdür. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı Gənclik nəğmələri, almanaxıda dərc etdirdiyi artist və ana əli şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcüməyə də meyil etmişdir. Yumaq top, Bir parça vətən, Oğul pyesləri, Xırdaca gəlin, Daş balkon, İlk məhəbbət haqqında daha bir hekayə və s. onun qələminin bəhrəsidir. Fikrət Sadıqov 16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat etmişdir. Efrimizin dəyərli izləyiciləri, bu həftəyə olan buraxılışımızın sonuna gəldik. Növbəti həftələrdə görüşənədək sizlərə xoş istirahətlər diləyilə. Sağ olun, salamat qalın.